Ceyhun müəllim, içkili vəziyyətdə hadisəni törədib. Baxın, biz eşitdik ki, hadisəni törədənin qardaşı və qonşuları deyir ki, bu içki alüdəçisi olub. Onu deyir ki, bu ən azı bu insan alkoqolizmin 2-ci və yaxud da 3-cü mərhələsindədir. Ağrı 3-cüdür, yoxsa 1-ci? Yaşını nəzərə alsaq, böyük ehtimalla artıq 3-cü mərhələdir. Alkoqolizmin, bəli, bu sonuncu mərhələdir. Bu mərhələdə artıq bilirsiniz, insanın bədəni o dərəcədə alkoqoldan intoksikasiya olunur ki, o 24 saat ərzində ayıq olduğu bütün vaxtlarda istifadə edir alkoqoldan. Yalnız axşamlar içmir, yalnız toya gedəndə içmir. Bu adam oyanır və içki içməyə başlayır. Çünki alkoqol qəbul etməsə, bu insan adicə durub gedib əl-üzün belə yuya bilmir. Və 3-cü mərhələ, alkoqolizmin 3-cü mərhələsi onunla təhlükəlidir ki, misal üçün, adətən yeyib içən insan, toydan, bayramdan vaxtı içən insan özünü itirməsi üçün, özünü idarə etməməsi üçün böyük miqdarda alkoqol qəbul etməlidirsə, 3-cü mərhələ alkoqolizmlə əziyyət çəkən insan az miqdarda alkoqol qəbul edəndən sonra belə artıq özünü idarə edə bilmir. Yəni, onda qısa müddətli yaddaş pozğunluğu yaranır. Ümumiyyətlə, onun nə etdiyi, bu dəqiqə o insan mütləq şəkildə həbs olunubsa və yaxud da ki, o cür hadisəni törədən insan səhərsi gün o hadisəni heç yadında da belə qalmır. Yəni, illər keçsə də o hadisəni necə törətdiyi ümumiyyətlə yaddaşında yoxdur onun. Başa düşürsünüz? Çünki o anlaqsız vəziyyətdə törədib. Düzdür, bu onun günahını heç də azaltmır. Mütləq şəkildə azaltmır. Amma, yəni, bilirsiniz, dəfələrlə belə hadisələr olub ki, ayıq vəziyyətində çox sakit bir insan, bir milçəyi, qarışqanı belə öldürməyə cəhd eləməyən insan içkili vəziyyətdə, aşırı dərəcəli içkili vəziyyətdə elə bir aqressiya göstərə bilər ki, yəni qıraqdakılar onu sadəcə olaraq tanımır. Nə məsləhət görərdiniz da? Bu içki içənlər də var da. Bax, belə vəziyyətdə nəsə addım ata bilərlərmi? Sizin bir cümlənizi yadda saxlaya bilərlərmi sizə görə? Baxın, məsələ odur ki, içki ən təhlükəli asıllıqdır. Narkotikdən də təhlükəlidir, qumardan da təhlükəlidir. Çünki bu sosiallaşmış narkotikdir alkoqol. Yəni və bizim ən böyük problemimiz ondadır ki, biz uşaqlıqdan bu içkinin masanın üzərində olduğunu görmüşük. Balaca uşaqlarına içki içəndə burnuna vurmaq qədəhləri və yaxud da ki, balaca uşaqlara yüngül alkoqollu içkilərə bir dadına bax təklifləri və psixologiyada belə bir formalaşır ki, psixologiyada fikir formalaşır ki, yeni yetmələrdə içki normaldır. Əslində, yəni dinimiz tərəfindən də qadağandır. Ümumiyyətlə, içkinin fəsadları baxımından da bu məsləhətli bir şey deyil. Amma uşaqlıqdan psixologiyada toy, bayram, ad günü həmişə masada içki olur və insan içməyə başlayır. Əvvəl az-az, əvvəl el şənliklərində və yavaş-yavaş bu mütəmadi davam edir. Alkoqolizm də bir gün içində, bir ayın içində yaranan bir asıllıq deyil. Narkotikdən, qumardan fərqli olaraq bunun üçün uzun illər lazımdır. İsrail alimlərinin araşdırmasına görə bir insanın alkoqolik olması üçün, alkoqolizmlə əziyyət çəkməsi üçün ən azı 5 il mütəmadi hər gün içməlidir. Hər gün istifadə etməlidir. Və uzun müddət uzun olduğundan və alkoqolə münasibət sərt olmadığından bizim cəmiyyətimizdə bir insanın alkoqolizmə sürüklənməyi dərhal görsənmir. Sadəcə olaraq deyilir ki, əvvəl deyirlər yeyib içəndir, sonra deyirlər yeyib içəndir, sonra deyirlər içki alüdəçisidir. Heç kim ona xəstə gözü ilə baxmır. Təəssüflər olsun ki, xəstə gözü ilə baxanda da çox gec olur. Mən, bilirsiniz, İçki asıllıqların içində ən təhlükəlisi və ən çətinidir. Müalicə baxımından da çox çətindir. Çünki alkoqoliklərin inkarı çox böyük olur. Onlar deyir ki, mən neyinəm ki, mən içirəm də. İnkar eləmirlər? Nəyi? İnkar eləyirlər. Problemi qəbul eləmirlər. Asılı olduqlarını qəbul eləmirlər. Deyir, atam da içib, qardaşım da içir. Onlar ki, xəstə deyil. Siz bir narkoman deyəndə ki... O da orqanizminə baxır da, indi orası da var. Sözsüz ki, bəli, bu orqanizm... Birində 5 il, birində 3 ilə, birində ola bilər 7 ilə. Bu hadisələr aydındır. Gələcək bu məsələyə yeri gəlmişkən Ceyhun müəllimgili mərkəzində də xüsusi olaraq, baxın, bunların mərkəzində xüsusi olaraq içki düşkünləri üçün də yer ayrılıb. Yəni, onu ayırırlar. Bax, onu ayırırlar ki, mütləq qaydada müalicənizdən qalmayın.